Prezident İlham Əliyevin tapşırığına əsasən İran İslam Respublikasına növbəti humanitar yardım göndərilib, ərzaq və qida məhsulları, dərman vasitələri, tibbi ləvazimatlardan ibarət humanitar yardım bugün yola salınıb. Bayram ərəfəsində göndərilməsi də nəzərə alınıb. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərman preparatlarından ibarətdir. Eyni zamanda qarşıdan gələn bayramları nəzərə alınaraq humanitar yardıma xüsusi bayram sovqatları da əlavə edilmişdir. Azərbaycan hökumətinə və Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm ki, beləncə şəraitdə İrana fikir verib və İranda yaşayan bacı qardaşlarına kömək göstərirlər. Bəzi ölkələrdən humanitar İrana çatıbdır və eyni zamanda bunu da qeyd etmək istəyirəm ki, bəzi ölkələr də müraciət ediblər ki, Azərbaycan Respublikası ərazisindən istifadə edib, necə ki qeyd etdiyiniz Rusiya kimi İrana humanitar yardım göndərsinlər. Bu İrana göndərilən ikinci humanitar yardım karvanıdır. Əkbər Əlizadə, Əziz Əzizov, Şəhriyar Əhmədli, Rüstəm Rüstəmov, ATV Xəbər.